Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirdiyi məşğulluğa dəstək layihəsi çərçivəsində təşkil olunan həvəsləndirmə mükafatları müsabiqəsinin daha bir qrup qalibinə Bərdə şəhərində əlavə avadanlıqlar təqdim olunub. Özünü məşğulluq proqramı üzrə uğurla fəaliyyət göstərən benefisiarlar təqdim edilən aktivlər hesabına kiçik bizneslərini genişləndirəcəklər. Hardasa 2019-2020-də bərbər fəaliyyətini öyrənəndən bəri mənə dostlar başa saldılar ki, belə bir fəaliyyət var, köməklik göstərirlər. Mən də gələrək adımı yazdırdım. Yəni qısa müddət ərzində elə bir 3 ayın içində həm yazılmaqla, həm almaq elə bir çox uzun müddət çəkmədi. Hal-hazırda 1 ildir ki, bu fəaliyyətdən yararlanıram. Özümlə bərbər kimi fəaliyyət göstərirəm. Yəni Bərdə şəhərində çox adam demək olar tanıyır. Təzədən əlavəli olaraq qiymətləndirməyə dair ödül olaraq da təzədən yazdılar və bu gün də yaxınlaşdıq. Gördüyünüz kimi də qiymətləndirmənin ödülümüzü verdilər. Biznesini böyütmək istəyirəm. Elə bir salonu genişləndirib, işçilər götürüb. Avtomobil şinlərinin bərpası üzrə iş masterəm, ustayam. 2022-ci ildə yazılmışam özünə məşğulluğa. 2023-cü ildə aparatları aldım, özümə yer düzdüm, qoşdum. Yəni, obyekt götürdüm, icarəyə, yerimi açdım. Və 2025-ci ildə belə bir ikinci layihəyə qol açıldı. Mən də gəldim, yazıldım, imtahanlarımı verdim. Və bugünkü gündə də aparatlarımızı almışıq. Bundan da sonra indi inşallah bu aparatları aparat quraşdıracağam. İnşallah bundan sonra da yəni irəliləyiş edəcəyik, işçi götürəcəyik, əmək müqaviləsi bağlayacağıq inşallah. İndiyədək Bakı, Abşeron Xızı, Dağlıq Şirvan, Mərkəzi Aran, Şəki Zaqatala, Quba Xaçmaz, Lənkəran Astara və Şirvan Salyan iqtisadi zonalarında ümumilikdə 80-ə yaxın benefisiar əlavə avadanlıqlarla təmin edilib. Layihə bütün ölkəni əhatə edir. Qeyd etdiyim kimi, yəni İlkin mərhələdə 100 nəfər, bütün ölkə üzrə 100 nəfər qalib seçilmişdir. Növbəti mərhələdə də artıq 500-dən artıq vətəndaş müraciət olmuşdur. Bütün ölkə üzrə onlardan da təxminən 190 nəfər seçilmişdir ki, artıq bu 100 nəfərdən sonra növbəti 190 nəfərə də biz əlavə avadanlıqlarının verilməsini təmin edəcəyik. Bugün də növbəti tədbirimiz Bərdə şəhərindədir. Burada da eyni zamanda Bərdə, Ağcabədi və Tərtər rayonlarından seçilmiş 7 sakinə, hansı ki, vaxtilə məşğulluq dəstək layihəsinə cəlb olunmuşdur, ilkin olaraq avadanlıqlarla təmin olunmuşdur. Həmin şəxslərə məhz əlavə avadanlıqlar bugün artıq təqdim olunur ki, onlar öz biznes fəaliyyətlərini daha da genişləndirsinlər. Məşğulluq dəstək layihəsi çərçivəsində digər bir pilot layihəmizdə iş yerində təcrübə layihəsi və eyni zamanda sosial cəhətdən həssas şəxslər üçün əlavə iş imkanlarının yaradılması birgə maliyyələşmə layihəsidir ki, bu layihələrin də məqsədi məhz məşğulluq dəstək layihəsi çərçivəsində proqrama cəlb olunmuş şəxslərin əlavə ehtiyaclarına uyğun olaraq əlavə işçi götürülməsinə dəstək göstərməkdən ibarətdir. Hesab edirik ki, bu layihələr həmin şəxslərin öz fəaliyyətinin daha da genişləndirilməsinə, yəni dünənin işsiz iş axtaran şəxsinin artıq bugün işə götürülənə çevrilməsinə rəvac olacaqdır. Bərdə şəhərində layihə çərçivəsində növbəti maarifləndirmə görüşü də keçirilib. 60-dan çox benefisiarın iştirak etdiyi görüşdə layihənin məqsədi, iştirak şərtləri və dəstək tədbirləri barədə məlumat verilib. İştirakçıların sualları cavablandırılıb.